Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi İrəvanın anklav və eksklav məsələsini gündəmdən çıxara bilməyəcəyini söyləyib. Nikol Paşinyan seçkidən sonra ilk dəfə anklav və eksklav məsələsi ilə bağlı geniş açıqlama verərək bu problemin Azərbaycanla delimitasiya prosesi çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Onun açıqlaması Ermənistan ictimaiyyətində nüvədi kəndinin Azərbaycana geri qaytarılacağının anonsu kimi dəyərləndirilir. Qlobal İnfoza danışan politoloq Elxan Şahinoğlu deyib ki, anklav və eksklav məsələsi sərhədlərin müəyyənləşməsi prosesi ilə müəyyən olunmalıdır. Stat: Sərhəd komissiyalarının təmasları və görüşləri ilə bu məsələ müzakirə edilir, araşdırılır. Sərhədin bir hissəsi müəyyən edilmişdi, lakin hiss olunur ki, danışıqlar sürətlə getmir. Ermənistan ümumiyyətlə qərar verməlidir. Xüsusilə işğal edilən bəzi kəndlər geri qaytarılmalıdır. Onlar da müəyyən əraziləri istəyirlər. Hazırda sülh prosesinin imzalanması ləngiyir. Paşinyanın dediyindən belə çıxır ki, Ermənistanda konstitusiya referendumu bu il keçirilməyəcək. Biz anklav və eksklavların geri qaytarılmasını istəyirik. Lakin bu, vaxt aparacaq bir məsələdir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.